столице Азербайджанской республики при посольстве Туркменистана состоялся брифинг, посвященный церемонии закладки фундамента мечети в городе Физули. Эта мечеть, строительство которой финансирует благотворительный фонд по оказанию помощи нуждающимся в опеке детям имени Гурбангулы Бердымухамедова, станет ценным даром Туркменистана братскому азербайджанскому народу. В брифинге приняли участие высокопоставленные лица Азербайджана, советник спецпредставителя президента, руководители и депутаты Милли Меджлиса, первый заместитель председателя управления мусульман Кавказа, а также послы тюркоязычных государств и представители ведущих СМИ. Была особо подчеркнута символичность церемонии закладки, которая состоялась в рамках 12-го саммита Совета глав государств Организации тюркоязычных государств. Участники отметили, что это стало первым в истории случаем, когда тюркские государства совместно заложили фундамент мусульманской святыни. По мнению участников, этот дар является ярким свидетельством единства двух стран и внесет весомый вклад в укрепление двусторонних отношений, а также связи между всеми тюркоязычными государствами. Азербайджанский народ высоко ценит этот жест как символ братства. В завершении мероприятия были выражены наилучшие пожелания крепкого здоровья и успехов руководству Туркменистана, а братскому туркменскому народу мира и процветания. Türkmenistan Xalq Məclisinin sədri çox hörmətli Qurbanqulu Berdimuhamedovun qərarı ilə Füzuli rayonunda məscid inşa olunacaqdır. Bu, qardaş Türkmen xalqının Azərbaycan xalqına, Azərbaycan inanç sahiblərinə bir töhfəsidir. Türkmen xalqı və Azərbaycan xalqı eyni etnik kökdən gələn, eyni mədəniyyəti paylaşan, eyni dini dəyərləri paylaşan qardaş xalqlardır. Amma bütün bunlarla bərabər Füzulidə inşa ediləcək məscidin başqa bir simvolik mənası da var. Bu məscid hər nə qədər funksional, dinimizi təbliğ edən, dini dəyərlərimizi yaşadan bir müqəddəs bir yer olacaqsa, bir o qədər də işğaldan azad olunmuş ərazilərimizdə qardaş Türkmen xalqından Azərbaycan xalqına verilmiş bir hədiyyə kimi xatırlanacaqdır. Bu cür mənəvi münasibətlər isə iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. Türkmen və Azərbaycan xalqları əsrlər boyu eyni dənizi paylaşıblar. Biz Xəzər dənizinin şimal-qərb sahillərində, Türkmenlər isə şərq sahillərində yaşayıblar. Amma buna baxmayaraq, heç vaxt bizim aramızda mənəvi, əxlaqi, dini əlaqələr qopmayıbdır. Əgər biz klassik ədəbiyyatımıza diqqət etsək, görəcəyik ki, Türkmen xalqının böyük şairi, mütəfəkkiri Mahtumqulu Fəraqi nə qədər Azərbaycanlıdırsa, Aşıq Ələsgər bir o qədər Türkmendir. Çünki onların istifadə etdiyi dil 18-ci əsrdə bizim ortaq dilimiz olubdur. Dilimizdəki bugünkü fərqlər sonradan yaranıbdır. Bax, bu cür mədəni əlaqələr, humanitar əlaqələr həm də Türk dünyasında yeni ortaq dilin yaranmasına, ortaq mədəniyyətimizin formalaşmasına və ortaq dəyərlərimizin yenidən dərk olunmasına gətirib çıxaracaqdır. Ona görə bu töhfə çox böyük bir töhfədir və Türkmen xalqı ilə Azərbaycan xalqı arasında körpü quracaq bir hadisədir. Türkmenistan birinci defa Türk Dünyası Ekonomik Topluluğunda Azerbaycan'da Ziya Bünyadov prospektinde bir pavilyon açtı. Ve biz orada bir Türk obası dediğimiz yerde 6 tane Türk çadırı kurduk. Onlardan biri de Türkmenistan'a aitti. Ve biz artık Türkmenistan'ın gözlemci ülke statüsünden artık üye statüsü almasını çok arzuluyoruz. Bu hakta çalışmalarımızı edirik. Çünkü Zengezur koridorunun açılması ərəfəsində bizim Türkmenistanla Xəzər dənizi üzerinden lojistik xəttimiz çok önemlidir. Biz Türk Ticaret Merkezi ekibi olarak Türkmenistan'a sefer edəcəyik ve ümid edirəm ki bu səfərimiz nəticəsində hem Azerbaycan, Türkmenistan hem Türk Devletler Teşkilatı arasında çok güzel gelişmeler olacağını ümid edirik. Bugün Türkmenistan'ın bağımsızlık günüdür. Şadıq. Çünkü Türkmenistan bizim bir parçamızdır. Əbəd müddət yaşasın, devamlı bağımsız olsun. Teşekkür ederim.